Hamıya salam millət. Deməli, bu gün Şabranın Əmbil gölünə gəlmişik. Çox qısa məsafətdə, yəni kim gəlmək istəsə məsləhət. İndi düzdür, burada məsələ nədir? Biz belə sprinterlə gəldik. İndi bir dənə belə maşına toplaşırıq, qrup varıq. Şabranın Əmbil gölüdür. Deməli, yürüyüş edəcəyik. Yürüyüşdən sonra da rahat 4-5 saat vaxtımız olacaq gölün ətrafında vaxt keçirmək üçün. Belə, davam. İndi əsas mənzərə yoldadır. Belə meşə ilə davam. Maşın bitdi. İndi hikingə davam. Nədir? Şunsuz dalım. Uşaqlar heç nə yox. Baba ağzı qanat var. Baba da özü belə 1 saniyə dayan. Yeriyəndə də şey eləyirlər. Yəni dayanmaq söhbət deyil. Hə. Plusda ki, Şabranda mən bilməzdim ki. Bilirdim təxmin, amma belə bilmirdim də. Elə bildim daha çox səhralıqdır, amma yəni bura Şabrandır. Bakıdan, Sumqayıtdan cəmi. Hə, yerik ged, o yana aç. Var. Nə baş verir orada? Deyəsən çayı keçən. Nə verir baş? İşimiz oradadır. Benim çayı kesebilir miyim? Abi milçəklər, əgər milçək ilə bir adam onun da ağzı qanat öldürmüşəm. Dırmaşırıq. Ağzı qanatlar yedi bitirdi bizi. Su içməkdən çox bədənimə vururam. Buna hələ də dayanmır. Bayaqdan bəlkə bir yalan olmasın 20-30 dənə ağzı qanat öldürmüşəm. Dayanmırlar. Dünən yağış yağıb bura. Ona görə vəziyyət o deyil. Yol boyu bir də belə ağaclarda işarələr qoyub. Əslində yaxşı bir şeydir. Belə. Azmıyas istəyir. Gəlirlər sanki. Hələ ki davam. Şabranda belə yer olduğunu təsəvvür eləyərdiniz. Deməli, sprinterlə gəlsə Şabrana zirvə kəndindədir. Gəlirsizdən də biz gəldik. Ondan sonra orada yolsuzluq maşınına binirik. Yolsuzluq maşınından müəyyən bir qısa 15 dəqiqəlik məsafə. Ondan sonra da belə piyada hike. Aha, orada nəsə maraqlı bir şey var. Göbələk var. Yəni. Baxaq. Oyda. Tikandıqda. Göbələk yersinizmi? Ölmək istəyirsinizmi? Nə yapıyorsunuz? Bizdən qabaq gəlib abi. İndi gölü göstərəcəm. Nətərsən? İndi göl. Çatdıq. Arkadaşlar qurbağa gölünə taş atdı. Bir dənə taş at saçdı yansına. Kız bura kimi gəlmişik. Oraya gəldik. Yandırıb tökdü mənə. Əmbil gölü, nəhayət. Bezdə də göstərmirdi, biraz məsafə Oraya göstərdi. gəlmişdik, oraya getdik. Allah qiyam. Əvvəl gəlmiş bura. Ora kimi gəlib oradan qayıtmışıq. Doğrudan. Hey oturduk, hep oradan biraz qabağa gəldik. Qayıtmışdınız. Özünüz gəlmişdiniz yoxsa? 2 dənə də uşağımız var idi, balaca. Əla.
Ana, bu nə deyə bu? Bir daha. Saat neçədir? 12 yarısı. Yakın durmayın. Sürüşür bura. Hava da kudu biraz daha. Islanmışın yavaştan ne diyor? Biz ne yollardan geçmişiz. Sen bilsen ki biz oradan gelmişiz. Elə hamı girişib yeməyə, Şeyden elə. baş qarışıb yeməyə, içməyə. Ancaq süvec Ocağımızda ciğer alalım. qalanır. Kanlı kanlı. Koyuram kulağına onu. Ocaq baş. Üzüm bəy. Aristokrat lan. Siz dediniz alttakine farklı. Sen mesela çok şey geldin kardeşim. Öldüm onu. Toyuq, pomidor. Bəy. Video çekilir. Hiç satmış derece video çekilir. Dağı da axırıq. Bazar düzü. Altdan şey giymişim. Karison. Üstündən var. Nədir? Üstündən də o daş. Nə istəyirsən? İstemiyorum inşallah. Ay ne bileyim da neyin var giymişim de orada soğuk. Kalkır. Hə, inan bundan sənə versəm dadana. Telefonu ben cibimden çıkardım böyle. Yaxşı gəlsin, gözlər deyil. Çıktık dağın 4000 metreden keçenden sonra kürey başladı. Hansar gitmişiz. Pazar. Ay hansay. Ağustos'un 5'i 7'si. Bir yan kürey evi pendenden keçsin. Adamın yüzüne vurdu. Bütün dondu. Daşı kalkabildim. 4250 metre kalktım. Kalktım dağı. Soğuktan. Yer kara olur. Güneş vurur. O gün yandırır. So now, maybe on the low. Si. Bakma. Var işte suyu kaynayıp gidiyor. Yo, bu elə qaynamır. Kardeş bunda var. Onda var ha. Ocağa qoymaq sönsün, yağış başlayıb. Göl, indi gölün mənzərəsinə bax nə yağışdı. Önə qəşəngdir. O tarafta. Böyle çekebilirim sana. Buraya gel. Aha, müəllim özünə qulluq edir. İstikamı getir. Baba. Yo. Narahat olma. Videoda. Daha o yana. Onun içine yok. Valla bu Bunlar pomidor da yiyorlar. Ben pişiyim. Kargıdalı yediğim gibi. Kargıdalı mı yediğim? Süt mü? Pişiyim. Belki yegin şeyi var. Bulyon tadı var. Çok Because of the rain. Otherwise, it is just Sürüşə gedirik. Aha, bir nəfər. Ha? Gözde göre her Nə demək istəyirsiniz mənim? Bugünkü turumuzu finish noktasına ilerleyirik. Yağıştan çok bizi ağzına anlar. But don't push this hand, okay? Ha, heç çəkmirəm. Sürəm sən. YouTube'da masallı videom var da. Ha? Ha, almaz kəmrəsini çıxacaq. Cəmin tapıb et, cəmin sürüşmək üçün. Easy way. Don't care. Evet. Bitti. Nə demək istəyirsiniz müəllim bu hiking barədə? Hakimdən çox məmnun olduq. Aha. Çox gözəl gəldi Yənbil gölündə gördük. Bəli. Sadəcə bizi ağzı qanla rahat elədi. Həfsə. Cingiz müəllim öz performansından necə lazımdır? Məmnunuz. Babək müəllimə də salam deyərsin. Görürsə salam. I'm faster than you, GoPro. I'm faster than you. And they're Hello. laughing that I have done Kilimanjaro. They can't believe it. Are you relax? Relax. İtlərimiz də gəlir. Bizlə gəldilər, bizlə də qaçdı. No more done. No more flight. Olo deyən görək. Bunları Instagram'a koydum. YouTube. Linkini atarsın.
Şu ayaqqabıları dəyişdim ki, çatdıq. Bu da finish nöqtəmiz. Sprinterimiz Sindirçim ərizin yürüyor. Bu da gəldiyimiz maşın. Belə gəlməyə dəyərdi. Hətta bu maşının mənzərəsini yaşamaq üçün məncə dəyər. Prosta yağış yağırdı. Deməli saat neçədir? Görsənir. Saat düz 2-dir. Düz qayıtmışıq. Yəni belə gözləmirdim açıq. Çünki yağış yağdı və dediyim kimi hiking təcrübəsi olmayan insanlar yağış görən kimi dedilər ki, çoxu yəni belə deyək də, bu turun hiking olduğunu düşünmürdülər. Elə olur, adamlar qoşulurlar. Ona görə də dedilər tez qayıdaq. Elə oldu ki, tez qayıtdıq. Üstümüz başımız biraz yaşlı. İndi əynimi başımda dəyişim. Bu qədər. Bugünkü vlogumuz bu qədər. Ümidvaram xoşuna gəldi. Bir dənə like atıb abunə olub bizə dəstək olmağı unutmayın. Hələlik.